Yer üzündə elə bir çat var ki, uzunluğu təxminən 1200 kilometrdir və alimlər onu dünyanın ən təhlükəli geoloji zonalarından biri hesab eləyir. Söhbət San Andreas çatından gedir. Bu nəhəng qırılma xətti Kaliforniya boyunca uzanır və yer qabığındakı iki böyük tektonik plitənin, Sakit Okean və Şimali Amerika plitələrinin toqquşması nəticəsində formalaşıb. Plitələr bugün də hərəkətdədir və çat hər il bir neçə santimetr yer dəyişir. Ən narahat verici məqam isə budur. Çatın bəzi hissələrində 100 illərlə böyük zəlzələ baş verməyib. Bu isə alimlərə görə həmin ərazilərdə gərginliyin yığılması demək ola bilər. Mütəxəssislər hesab eləyir ki, gələcəkdə burada baş verə biləcəyi güclü zəlzələ milyonlarla insanın həyatına təsir eləyə bilər. Xüsusilə Los Angeles kimi böyük şəhərlərin yaxınlığı riski daha da artırır. Amma bir məsələni dəqiqləşdirək. Məşhur filmlərdə göstərildiyi kimi Amerika iki yerə bölünməyəcək. Bu, elmi faktdan çox mifdir. Bəs sizcə, insanlar belə təhlükəli bölgələrdə yaşamağa davam etməlidirmi?